Benchpress-i bitirdiyi indi keçir ikinci izolyasiya hərəkətinə. Hərəkətin adı pek deyil. Əsas hədəflədiyimiz əzələlər sinənin ortası ilə nisbətən altı. Deməli, bu hərəkətin texnikası. Skamekanı öz səviyyəmizə uyğunlaşdırırıq ki, oturanda tutacaqlar nə çox aşağıda, nə də çox yuxarıda qalsın. Bu vəziyyətdə qalsın. Benchdə bayaq gördüyünüz kimi isindik. Burada da gəlib sırası 70-ə 80-ə qoyub başlamayacaq. Bu hərəkətdə də isinəcəyik. Tutaq ki, 70 ilə əgər işləyəcəksə, 45-50 ilə də 6-8 seçəcəkdir. Bu hərəkətin də biomexanikasını bədəni alışdırandan sonra başlayacaq əsas işləyəcək. Əsas ən böyük səhvlərdən biri. Dirsəkləri bu vəziyyətdə gətirirlər. Bu olmaz. Dirsəklər bu vəziyyətdə qaldı və səhvlərdən biri də dirsəklər tam açılır. Bu vəziyyətdə gətirməyə çalışırlar. Bu da düzgün deyil. Dirsəyin nisbətən bir damcı qırmaq lazımdır və skameyka ilə belviz arasında boşluq qalmamalı. Tam dirədin özü bu. Sinə qabaqda. Bu vəziyyətdə gətirdim, birləşdirdim. Orada saxla sənə zəhmət. Sıxdığın hissədə saxla. Bax görürsüz, dirsəyi bucağı çiyinlə biraz aşağıdır. Sinənin alt hissəsi, əsas da bu majorun orta və alt hissəsi gərgin vəziyyətdə qalır deyə izolyasiya eləmək baxımından çox yaxşıdır. Yəni benchdə gördüyünüz kimi çox oynaqlı hərəkət əzələsidir deyə 1-2 dərəcə ehtiyatda saxlayır. Burada isə 200 set işləyəcəksə birinci setdə biraz ehtiyat saxlayıb 2-3-cü setdə tükənənə qədər, heç bir təkrar çıxmayana qədər, yəni sona qədər getməyi biz məsləhətdir ki, maksimal şəkildə inkişaf etdirə biləsiniz.